Herkese salamlar dostlar, mən Qasım Hüseyin. Bu günlər sizlərlə birlikdə Messi Rüya komandası vs Ronaldo Rüya komandasını qapışdıracağıq. Messi Rüya komandası və yaxud da Ronaldo Rüya komandası nədir deyə soruşa bilərsiniz. Yəni Messi ilə birlikdə oynamış ən yaxşı futbolçulardan ibarət olan komanda və Ronaldo, həmçinin Ronaldo ilə birlikdə oynamış ən yaxşı futbolçulardan ibarət olan komanda. Gəlin o zaman birinci Ronaldo'nun Rüya komandasına baxaq. Qapıda Casillas, müdafiədə Rio Ferdinand, yanında Pepe Ramos, yarım müdafiədə Modric, Toni Kroos, ofansif orta sahada Mesut Özil, Seleo'da Rooney, Sergio'da da Di Maria, hücum xəttində də Karim Benzema və Cristiano Ronaldo. Gəlin o zaman Messi'nin Rüya komandasına baxaq. Messi Rüya komandasında gözlüyün təzən baxaq. Emiliano Martinez qapıda, Thiago Silva, Marquinhos, Lucio müdafiə xəttində, Sergio Busquets, yəni burada Xavini istədim qoymaq. Həmçinin Ronaldo'nun komandasında da Gareth Bale istədim Di Maria'nın yerinə qoymaq, amma oyunda yox idilər. Ona görə Sergio Busquets'i burada qoydum. Yanında Iniesta, Sergio'da Ronaldinho, Seleo'da Neymar Junior. Ofansif orta sahada Lionel Messi, santriforda Mbappe və Luis Suarez. Burada Thierry Henry'ni də qoya bilərdim, amma mən istədim ki Luis Suarez olsun. Niyə? Çünki belə istədim. Buna görə bu da bizim Messi'nin komandası. Xahiş edirəm uşaqlar. Yəni bu qədər az bir vaxtda mən sizə video yetişdirməyə çalışıram. Xahiş edirəm, mənə dəstək olmaq istəyirsinizsə bir dənə video like atıb abunə olmağı unutmayın. Sizi çox sevirəm. O zaman keçək birinci etapımıza. Yəni belə videolarda yəqin ki artıq bilirsiniz. 2 etapımız olur. Bir 90 dəqiqəlik maç etabı, bir də ki penallaşma seriya etabı. O zaman keçək birinci etap olan 90 dəqiqəlik etaba. Bəli dostlar, birinci maç etabımıza keçdik və Barcelona topu başlatdılar. İndi Modric topu aldanma. Ötürməsi Will Rooney, Sergio Ramos, Pepe bir dəqiqə uşağa gəldim. Bəli, uşağa gəldim. Modric verdi, Toni Kroos, Emiliano Martinez, ötürməsi Lucio, ötürdü Marquinhos, o da verdi Thiago Silva, ötürməsi Ronaldinho tapardı topu. İndi Toni Kroos, ötürməsi Sergio Ramos verdi, Cristiano, Mesut Özil, Mesut keçənmədi burada Thiago Silva'nı. İndi top Sergio Busquets'dədir. Sergio Busquets itirdi, amma Lucio'dadır top. Lucio topu kornerə çevirdi. İndi oraya Ferdinand verir korneri. Rio Ferdinand ötürməsi son anda çıxartdı Emiliano Martinez. Çox riskli oynayır Barcelona müdafiəçiləri. Mesut Özil, Will Rooney, son anda Ronaldinho. İndi Mbappe, möhtəşəm kontrol, möhtəşəm pas. Lionel Messi komandası kontrataka çıxır. Yox, çıxanmır. Pepe icazə vermir onlara. İndi Sergio Ramos'dadır top. Verdi Toni Kroos, o da bıraktı Modric'e. Messi'ni uçurttu Modric. İndi Will Rooney girdi cərimə meydançasının içərisinə. Emiliano Martinez. Kornel mi out mu? Kornel. Rio Ferdinand korneri başlattı. İcazə vermir Lucio. İndi Ronaldinho kontrataka çıxacaqlar. Messi verdi. Mbappe, Suarez offside. Suarez offside'daydı. Təmiz offside idi bu. İndi Pepe ötürdü. Modric, Will Rooney keçdi rəqibini. Will Rooney ötürməsi Karim Benzema vuramadı. İndi Mesut Özil Iniesta'ya qarşı çapı da oynadı burada. Amma Iniesta dözdü buna. İndi Kylian Mbappe sürətli də o. Kylian Mbappe, Casillas. İlker Casillas.
Casillas. Son anda Casillas. Küçükdən zərbəni Iniesta yerə yetirəcək. Iniesta içərlədi. Iniesta Pepe. Dönən top Messi indirdi. Luis Suarez bayrağı. Oy oy oy. Çox yaxşı zərbə idi. Biraz daha dəqiq olsaydı gol ola bilərdi. Messi indirdi. Suarez. Biraz top sola gəlsəydi təmiz gol idi. İndi İlker Casillas. Casillas. Verdi Toni Kroos'a. Toni Kroos götürənmədi. Busquets. Ötürməsi Mbappe. O da verdi Iniesta ve Messi. Iniesta. Iniesta. Iniesta yok. İcazə vermir Rio Ferdinand. Rio Ferdinand bu topu kornere çevirir. Iniesta da küçükdən zərbəni yerine yetirəcək. Iniesta yerine yetirdi. Mbappe. Kylian Mbappe. Messi'nin komandası 1-0 öne keçir. Kylian Mbappe. Möhtəşəm bir gol. Baxaq bir daha gola. Bir daha baxaq gola. Iniesta möhtəşəm içərlədi. Mbappe çox möhtəşəm bir kəllə gol vurdu. Oy oy oy. Messi'nin komandasında heç gözləməzdim oyunu atan Kylian Mbappe olsun. Möhtəşəm bir zərbə və möhtəşəm bir gol. İlerleyək. Görək Ronaldo komandasının cavabı bu qola nə olacaq? Cavabı. İndi Mesut Özil. Mesut Özil. Toni Kroos. Toni Kroos verdi. Luka Modric. Luka Modric. Modric 2 rəqibini də aldatdı. Luka Modric. Keçənmədi cərimə meydançasının içərisinə. İndi top Rooney'də. Wayne Rooney. Ötürməsi Cristiano. Cristiano Ronaldo. Ronaldo cərimə meydançasında Ronaldo. Möhtəşəm bir gol. Gol. Öz meydanında. Özü vurdu. Öz qapışmasında. Özü attı Cristiano. Oy oy oy. Möhtəşəm bir gol. Sən gəl qola bax. Sən gəl qola bax. Möhtəşəm bir gol. Möhtəşəm bir gol. Sözsüz çok güzel bir gol oldu burada. Baxaq, baxaq. Bakın burada rəqibini hatta bir dəqiqə dala verək. Burada Sergio Busquets'i baxın belə aldatdı. Sergio Busquets'i baxın belə aldatdı. Möhtəşəm keçdi burada rəqibini. Getdi, ilərlədi. Çəkdi sol ayağıyla möhtəşəm bir gol. Həqiqətən çox möhtəşəm bir gol oldu. Yəni Mbappe'nin də qolu möhtəşəm idi. Ronaldo'nun da qolu möhtəşəmdi. Yəni mən burada heç kimin tərəfini tutmuram amma Ronaldo çox möhtəşəm bir gol vurdu. İndi Ronaldo. Ötürməsi Di Maria. O da Ronaldo. İndi görək Barcelona'nın buna cavabı nə olacaq? Karim Benzema ötürdü. Mesut Özil. Mesut Özil. Wayne Rooney. Görək nə edəcək? Karşısında Busquets var. Rooney içərlədi. Ronaldo bir daha zərbə. Bayırda. Cristiano Ronaldo. Kəllə zərbəsi qeyri dəqiq oldu. İndi Emiliano Martinez ötürməsi. Kylian Mbappe. O da verdi Iniesta. O da indirdi Luis Suarez. Yox, Ronaldinho'ya çatmadı. Kontrataka çalacaq Real Madrid. Mesut Özil verdi. Ronaldo, Cristiano. Aşırtma pası Benzema'ya doğru. Benzema götürənmədi onu. Neymar. Ötürməsi Iniesta. O da verdi Lionel Messi. Messi de bıraktı Busquets. Sergio Busquets verdi Mbappe yok. Pepe icazə vermir. Pepe yerindədir ama Busquets offside'daydı. Busquets. İndi Pepe verdi. İndirdi Lucio. Messi'ye doğru. Messi verdi. Busquets. Sergio Busquets. Mbappe'ye doğru. Mbappe offside'de değil. Mbappe vurdu. Casillas. Oy. Casillas'tan möhtəşəmsin. Mbappe'den de bir o kadar möhtəşəm zərbə. Oy. Bu oyunda neler verir. Neler olur bu oyunda. İndi Iniesta ikinci zərbəni yerine getirdi. Zərbə. Casillas'ın düz eline düştü bu top. Casillas ötürdü. Karim Benzema indirdi. Yok, rəqibdə qalır.
Messi mi, Modric mi? Modric'te kaldı. Mesut Özil verdi Benzema'ya. Benzema yok. Marquinhos orada da ama Di Maria preselet aldı. Di Maria, Angel Di Maria. Ötürmesi Karim, Benzema vurdu. Sergio Busquets. İndi de Thiago Silva'dadır. Thiago Silva, Luis Suarez, Messi. Möhtəşəm paslaşmalar. Ronaldinho. Ötürdü Emiliano Martinez'e. Emiliano Martinez. Ronaldo düz kabağına verdi. Ronaldo. Sonunda Emiliano Martinez. Oy 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 oy. Neler olur. Neler olur burada. Oy oy oy. O atakı yeniden geri gösterin bize. Oy zibil. Oy zibil. Ronaldo. Emiliano Martinez'i keçenmedi Ronaldo. Oy oy oy. Emiliano Martinez möhtəşəm oynadı orada. İndi Mesut Özil verdi. Ronaldo offside'daydı burada. Aman Allah'ım, 10 epizoduydu. Müdafiədən çox böyük səhv. Ronaldo vurdu Emiliano Martinez. Ronaldo ikinci dəfə vurdu Emiliano Martinez. Yine save elədi. İndi Toni Kroos kontrataka çıxır Real Madrid. Ronaldo ilə. Ronaldo ötürməsi Mesut Özil birbaşa zərbə Emiliano Martinez. Emiliano Martinez yerindədir. Bu gün o Messi'ye kömək eləmək üçün hər şey eləyəcək. İndi Lucio ilk hissə bitdi. Yəni məncə hal-hazırda Ronaldo komandası daha yaxşı oynayır. Niyə görə? Yani Ronaldo komandasında elə Ronaldo özü ən yaxşı oynayır. Möhtəşəm oynayır. Bir də biraz Pepe daha yaxşı oynayır. Casillas'dan da möhtəşəm şeylər gəldi. Amma hal-hazırda maçın adamı məncə Ronaldo oynayan Emiliano Martinez'dir. Niyə görə? Ronaldo o epizodu yəni gözümün qabağına canlanır. Getmir gözümün qabağına. Yəni müdafiədən Lucio'dan böyük səhv. Ronaldo qabağına düşdü. Ronaldo vurdu Emiliano Martinez. Təkə-təkdə. Təkə-təkdə, yəni bildiğin təkə-təkdə. Qapının düz dibində dibə Ronaldo ilə topu tutdu. Ronaldo dönən topu kəllə ilə vurdu. Və Emiliano Martinez yenə tutdu. Möhtəşəm bir pozisiyaydı. Möhtəşəm bir atak idi o epizod. Yəni iki komandaya da başarılar deyirəm. İki komandaya da uğurlar arzulayıram amma görək nə olacaq. Məncə Barcelona buna qarşı cavab verə biləcək. Çox böyük bir maç olacaq. 1-1 də hazır hesab. İkinci ise Benzema'nın toxunuşuyla ikinci ise başlayır. Ronaldo ötürməsi Mesut Özil. Toni Kroos ötürdü Mesut da verdi Toni. Ama yok. Di Maria'dadır top. Angel Di Maria aşırtmalı pas. Modric'in qabağına düştü. Modric Emil. Oy. Modric bu nə goluydu belə. Modric'den möhtəşəm gol. Oy. İkinci ise başlamaz. Modric'den möhtəşəm bir gol. Emiliano Martinez bunu nətər tutanmadı. Mən Emiliano Martinez tuttu dedim. Bir de gördüm goldu. Modric. Bakın sen zərbeye, sen gola bak. Möhtəşəm bir gol. Oy. Bravo. Her iki komandada bravo. Möhtəşəm oyun izlədirlər bizə. 46-cı dəqiqədə Modric'dən efsane bir gol gəlir. İndi Messi, Iniesta görək Barcelona cavabını alacaq. Iniesta, Di Maria bir blok kimi dayanır onun qabağında. İndi Di Maria ötürməsi Ronaldo, o da verdi Benzema ama Marquinhos ötürməsi Neymar. Haydi Barcelona görək nə edəcək. Neymar verdi Sergio Busquets möhtəşəm ötürmə. Luis Suarez bacarmadı keçməyi. Rio Ferdinand möhtəşəm blok koydu. İndi kontrataka çıxır Real Madrid Mesut Özil ilə. Mesut Özil yox, Lucio yerindədir. İndi sağ tərəfə Ronaldinho, Lionel Messi, Kylian Mbappe bıraktı Ronaldinho yox, Pepe oradadır. İndi Ronaldo'da top. Ronaldo kontrataktadır. Ronaldo Emiliano Martinez. Çok klasik bir zərbə, çok klas bir save. What a save bro, what a save. Biraz da İngiliz dilində danışaq, möhtəşəm save elədi. İndi Rio Ferdinand
Kücdən sərbəni başlatdı Ferdinand. Dönen top. Lionel Messi. Messi bu oyun fısık çıktı ya Messi'nin. Messi hiç oynanmadı. Elə biraz Mbappe, biraz Suarez taşıyır komandanı. Toni Kroos. Rio Ferdinand. Toni Kroos. Toni Kroos'a karşı burada çabuk oynadı Iniesta. İndi Neymar. Neymar. Di Maria'nı aldattı Neymar. Neymar'dan ötürməyə keçmir. Dəqiq olmur. İndi Viruni ötürməsi. Mesut Özil. Mesut saxladı ayağında Iniesta. Yine ona karşı çabuk oynadı. İndi Messi verdi. Luis Suarez. Luis Suarez Messi'ye bıraktı. Messi. 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 Apardı Messi. Ötürməsəydi gol vura bilərdi. Neymar. Neymar. Ya. Orada ötürməyə millete Messi səhv elədi verməklə. İndi Benzema ötürməsi Ronaldo karşısında bir müdafiəçisi var ama o müdafiəçi de Thiago Silva idi ve onu tuttu. Thiago Silva bırakmadı Ronaldo'nu. Həmçinin Toni Kroos da Ronaldinho'nu bırakmadı. Thiago Silva yine aldı Ronaldo'dan topu. Iniesta möhtəşəm ötürmə Messi'ye. Messi çok pis oynadı orada sağda. Ronaldinho başıydı. İndi kontrataktadır. Real Madrid. Ronaldo möhtəşəm bir fən. Ronaldo! Oy! Cristiano 3-1 eləyir. Cristiano 3-1 eləyir kaptan. Ronaldo öz əlləriyle deyir mənim Rio komandam Messi'nin Rio komandasından maç etabında daha yaxşıdır. Bakın möhtəşəm fən. Möhtəşəm bir gol. Oy. Adam izləmək istəyir. Durmadan izləmək istəyir. Bakın en yaxşı açıda da bak burada görsənir. Möhtəşəm fən. Möhtəşəm keçdi. Möhtəşəm bir zərbə. Möhtəşəm bir gol. Əla oyun. 3-1. Artık Barcelona buradan geri dönmək çox çətin ola biləcək. Çünki 67-ci dəqiqədə artıq. Görək nə olacaq. Messi verdi. Iniesta. Neymar'a doğru ötürmə. Neymar. O da verdi Messi. Messi bıraktı Iniesta. O da verdi Luis Suarez. Luis Suarez möhtəşəm bir gol vurdu o da. O da möhtəşəm bir gol vurdu. Bakın. Iniesta bıraktı. Suarez Pepe'ni çeşdi. Zərbə və möhtəşəm bir gol. En yaxşı atısını istəyirəm mən. O atı çox möhtəşəmdir o atı. O atı çox möhtəşəmdir. Baxın bu atı. Iniesta bıraktı. Luis Suarez kontrol. Burada Pepe'ni aldattı. Pepe aldandı burada. Suarez möhtəşəm bir zərbə. Düz yetdiriyə. Möhtəşəm bir gol. Halaldır. Her iki komandada halaldır. Möhtəşəm oynayırlar. İndi Benzema, Ronaldo, Mesut, Toni Kroos verdi Will Rooney. Artık desem vaxtı oynuyor Real Madrid. Sergio Ramos çıktı qabağa Ramos. Toni Kroos'a ötürməsi. Toni Kroos, Will Rooney başladı orada. Toni Kroos 3 oyuncusunu birden aldattı. Ronaldo verdi. Toni Kroos. Birbirinden güzel gollar. Toni Kroos möhtəşəm bir gol. Oy. Ronaldo saxladı. Ronaldo verdi. Toni Kroos çekti. Toni Kroos möhtəşəm bir gol. Toni Kroos əla bir gol vurdu. Birbirinden güzel gollar. Modric'in, 2 tane Ronaldo'nun, Toni Kroos'un. Oy. Adam ağzını aça bilmir. Çok möhtəşəm gollar. İndi Lionel Messi Neymar'a doğru. Neymar kütüphaneylə götürdü. Neymar 2 rəqibini saf dışı bıraktı. Iniesta. Lionel Messi. Sergio Busquets. Kaçmadı Mbappe. Belki kaçsaydı topu götürə bilərdi. Out oldu top. İndi Mbappe. Messi. Toni Kroos. Mesut Özil. Mesut verdi. Ronaldo. Cristiano içerilədi. Heç kim yok idi orada.
Yəqin ki, birinci etapı Ronaldo'nun komandası qazanacaq. İkinci etapda da görəcəyik. Görək nə olacaq. Bu arada üçüncü etap falan yoxdur. 2 etap olacaq ancaq bu video. İndi Casillas ötürməsi Rio Ferdinand. Burada çabuk səhv. Messi! Lionel Messi! Oy! Messi və Ronaldo şovu. Burada Rio Ferdinand'dan çox çabuk bir pas səhvi. Messi! Çəkdi gol! Bəli dostlar. Topu Benzema başlatdı. Mesut Özil. Ötürməsi Luka Modric. Luka Modric 80-cı dəqiqədə görək nələr olacaq. Pepe, Sergio Ramos. Ötürməsi Toni Kroos. Toni Kroos. Amma Lionel Messi. Lionel Messi ötürdü. Kylian Mbappe. Pepe icazə vermir burada ona. İndi Di Maria. Di Maria. Biraz vaxtda oynayır deyəsən Real Madrid. Pepe. Pepe ama Mbappe yok. Ramos icazə vermədi ona. Messi. Toni Kroos. Messi neydi? Toni Kroos. Ötürməsi Ramos. Ramos'a karşı burada çabuk oynayış vardı Iniesta'dan. Sergio Ramos. Ramos ötürməsi çatmır Benzema'ya. İndi Luka Modric, Iniesta. Iniesta verdi Luis Suarez. Arkasında Pepe var. Suarez, Pepe, Suarez'i dibinə kimi takip elədi. İndi Ronaldinho, Will Rooney icazə vermədi ona. Ronaldinho daşıdı. Ronaldinho icazə vermədi. Yox. Mesut Özil. Mesut Özil kontrataka çıxır Real Madrid. Ronaldo, Cristiano Ronaldo. Yine təkbətəkə gedir. Ronaldo! Hat-trick eləyir Ronaldo. Cristiano hat-trick eləyir. Öz maçında Messi'ye kanıt durur Ronaldo. Möhtəşəm bir gol. Yine sol ayaqla. Bu adam nələr edir. Ronaldo möhtəşəm bir gol. Oy. Möhtəşəm bir gol. İndi Mbappe, Luis Suarez, Lionel Messi, Iniesta, Neymar. Ötürməsi Iniesta, Ramos və bəli, ilk etapımız bitir. İlk etapımızın kazananı Ronaldo komandası olur. O zaman dərhal keçək ikinci etapımıza. İkinci etapda penaltı etapında görüşərik. Və bəli dostlar, ikinci etapımız olan ikinci və son etapımız olan penallaşma seriyasına gəldik, çatdıq. Və ilk penaltı Luis Suarez vurur Barcelona'dan. Suarez, Casillas gol bırakmadı qapısına. İndi Cristiano maçın adamı. Ronaldo penallaşma seriyasında dağıtır. Topun başında Kylian Mbappe var. Mbappe o da attı. İndi Karim Benzema sola bakır. Benzema. Emiliano Martinez tutanmadı. İndi Lionel Messi ve Casillas mı Messi? Lionel Messi. İndi Mesut Özil atacaq. Mesut da attı. Mesut Özil de attı. Hazırda Barcelona udmaq istəyirsə bir topu ya tutmalıdır və bütün topları vurmalıdır. İndi Neymar Junior topun başında dayanıb. Neymar. Klasik 9'luğa möhtəşəm bir gol. Neymar Junior və Will Rooney. Real Madrid'den Will Rooney. Emiliano Martinez bir dənə də save eləyənmədi. Əgər Barcelona bunu atsa və Real Madrid də atsa, Real Madrid kazanacaq. Ronaldinho da attı. İndi Barcelona oyunda bu etapda kazanmaq istəyirsə topu tutmalıdır. Emiliano Martinez. Di Maria Martinez. Emiliano Martinez oyunu daşıdı. İndi Iniesta attı. Madrid'den Toni Kroos atır. Penalların ustaları Toni Kroos da attı.
Klasik Toni Kroos. İndi Sergio Busquets mi? İlker Casillas mı? Casillas atsa Real Madrid'dir. Sergio Busquets kaçırdı. Sergio Busquets kaçırdı ve bəli 41 yaşlı Luka Modric Real'ın əsl kapitanlarından biri. Bu topu vursa kazandırır Ronaldo'ya oyunu ve bəli Luka Modric maç etabında da vurduğu möhtəşəm golla ve indi de bu oyunda penaltılaşma etabında da möhtəşəm bir penaltı vurarak videonu Ronaldo'ya kazandırdı. Bəli dostlar, videomuz bura qədər idi. Sizdən tək istəyim, əgər kanalıma dəstək olmaq istəyirsinizsə, xahiş edirəm bu videoya like atıb kanalıma da abunə olmağı unutmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.